Badamdar avtomobil bazarındayım. Təsəvvür edin ki, daha əvvəlki bazarlar yağış olduğuna görə, külək, tufan, o əlverişsiz hava olduğuna görə bazara xatırlayırsınızsa videolar paylaşmışdım ki, demək olar maşın çıxarılmamışdı. Bugünkü bazarda isə hava normaldır, düzdür, küləkdir. Təsəvvür edin ki, əvvəlki bazarların heyfini çıxırlar. Demək olar ki, baxın, bazara nə qədər maşın çıxarılıb. Fikir verirsiniz, hətta bu salonlara doğru, bu istiqamətə doğru nə qədər maşın çıxarılıb bazara. Bu tərəfə fırlananda, baxanda görmək olur ki, nə qədər, bax, fikir verirsiniz, diqqət yetirin, sıxlığı görün. Çox sayda avtomobil var, çox sayda, bolluqdur. Yəni, hər kəs elə bir sözləşib ki, mütləq bu bazar avtomobilimizi bazara çıxarıb satmalıyıq. Ona görə də bazarda boş yer tapmaq mümkün deyil. Maraqlıdır ki, bu bolluğun qarşılığında qiymət necədir, alqı-satqı necədir? Mən ancaq yuxarıdan maşın sayının çoxluğunu görürəm. İnsanların sayı o qədər də çox deyil. İndi yaxınlaşacaq vəziyyəti soruşmağa, görək qiymət nə yerdədir, alqı-satqı ümumiyyətlə varmı, yoxmu, detallı şəkildə sizə çatdırmağa çalışacağıq və hətta ətraflı məlumatı da YouTube-da Avtosat kanalından izləyə bilərsiniz. Getdik bazarın mərkəzinə.